Değerli fazlalar ve kardeşler, bugün bizim növbəti ibadət günümüzdür və hər dəfə bərabər biz toplaşanda biz Allah barəsində öyrənirik və Allah barəsində öyrənəndə biz əlbəttə ki, müqəddəs kitaba müraciət edirik və müqəddəs kitabdan biz Allah barəsində öyrənirik. Ümumiyyətlə, müqəddəs kitab Rəbb Allahın biz insanlara ünvanladığı məqsədli məktubudur. Və biz müqəddəs kitaba baxanda çoxlu səhifələr və içində çoxlu kitablar var. Amma bunlar hamısı vahid bir məktubdur. Külli ixtiyar olan Allahın bizə ünvanladığı və məqsədi ondadır ki, Rəbb Allah müqəddəs kitab vasitəsilə özünü bizə aşkar etmək istəyir. Rəbb Allah nəinki özünü bizə aşkar etmək istəyir ki, biz Allahı tanıyan insanlar olaq. Külli ixtiyar olan Allah istəyir ki, biz onun bizə olan münasibətini anlayaq. Biz başa düşək ki, onun bizə olan münasibəti necədir. Və əslində və səmimi desək, bunu bilməyə ehtiyacımız var. Ehtiyacımız var ki, biz bilək Allahın bizə olan münasibəti necədir. Çünki Allahın bizə olan münasibətini tanıyandan sonra bizim ona müraciətimiz fərqli olur. Tərəddüd edən, şübhə edən, əmin olmayan və yaxud da ki, Allaha bələd olanlar kimi sevinclə dolu, minnətdarlıqla dolu, öz ehtiyaclarını Allahla paylaşan və ancaq ehtiyaclarını paylaşan deyil, xoş günlərini də, sevincini də Allahla paylaşanlar oluruq. Rəbb Allah bizi bu münasibətə çağırır və istəyir ki, biz onunla bu münasibətdə olarıq və biz oxuduğumuz müqəddəs kitabda müxtəlif insanların adları ilə rastlaşırıq. O kəslərə kim Allah özünü zahir etdi və onlar Rəbbilərini tanıdılar. Onlar Rəbbə iman etdilər və Rəbbə iman edənlər də onlar bütün müqəddəs kitab boyu vacib olanı bizə şəhadət edirlər. Rəbb vəfalıdır, Rəbbə etibar et. Bütün müqəddəs kitab boyu onlar bu barədə şəhadət edirlər. Rəbb vəfalıdır, Rəbbə etibar et. Ümumiyyətlə, müqəddəs kitaba baxdıqda biz görürük ki, müqəddəs kitabda 40 müxtəlif müəllif tərəfindən yazılandır. Təsəvvür edirsiniz, 40 müxtəlif peşəyə sahib olan insanlar tərəfindən yazılandır və onların arasında Davud və Süleyman kimi dövləti idarə edən şəxslər olurlar. Onların arasında Asəf kimi bəstəkar və şair olur. Onların arasında Yeşaya, Yeremiya kimi dahi peyğəmbərlər, Daniel kimi, Ezra kimi, Matta kimi dövlət xadimləri olublar. Onlar müqəddəs kitabda Allahın varlığı barəsində yazıblar. Onlar öz həyatlarında şəxsən Allahı tanıyan və Allah barəsində vacib olanı şəhadət edirlər. Rəbb vəfalıdır, Rəbbə etibar et. Onların arasında Amos kimi çoban, onların arasında Peter kimi, Yahya kimi balıqçı olub. Onların arasında Luka kimi həkim və yaxud da ki, Paul kimi din xadimi və ilahiyyatçı. 40 müxtəlif müəllif, müxtəlif ərazilərdə yaşayanlar idilər. Təsəvvür edirsiniz, bütün müqəddəs kitabın yazılması 1500 il tutub. 1500 il. Bizim eramızda 1400 il əvvəl Musa peyğəmbərin dövründən başlayaraq və bizim eramızda Həvvarilərin dövründə tamamlanmış müqəddəs kitabdır. Və çox maraqlıdır ki, yazılma əraziləri də müxtəlif idi. İndiki ölkələrin yerləşməsinə baxsaq, indiki müasir Misir ərazisində, indiki müasir Fələstin və İsrail ərazisində, indiki Türkiyə ərazisində, İraq, İran, İtaliya, Yunanistan, Suriya ərazisində yazılanlardır. Və bütün müqəddəs kitab 40 müxtəlif müəllif tərəfindən yazıldığına baxmayaraq, vahid bir dəstəxət orada görürük. Çünki müqəddəs kitabın gerçək müəllifi külli ixtiyar Rəbb Allah özüdür. Ona görə də müxtəlif zamanlarda yazıldığına baxmayaraq, müxtəlif peşə sahiblərinə və müxtəlif təhsilə malik olan insanlar tərəfindən yazıldığına baxmayaraq eyni dəstəxət görsənir. 1500 il, təsəvvür edin, 1500 il ərzində yazılan müqəddəs kitab eyni mesajı ötürür. Müxtəlif ölkələrdə yazılıb, amma eyni xəbəri verir. Rəbb vəfalıdır,
Rəbbə etibar et. Bütün müqəddəs kitabın mesajı bundan ibarətdir və mən istəyərdim sizin elə Cambridge Universitetinin ilahiyyatçısı Goldworth'ın sözləri ilə bölüşüm. Çox maraqlı müqəddəs kitab barəsində o sözünü deyir. Bütün müqəddəs kitab bir hekayədən ibarətdir. Allahın öz xalqını xilas etməsi və onun padşahlığının qurulması hekayəsi. Maraqlı sözlərdir. O deyir, bütün müqəddəs kitab o parçalara bölünən deyil, bir vahid hekayədir. Və bu vahid hekayəni Rəbb Allah bizi ünvanlayır. Çünki Rəbb Allah öz padşahlığının qurulmasını istəyir. Harada padşahlığın qurulmasını istəyir? Hər birimizin həyatında. O hər birimizin həyatında onun padşahlığının qurulmasını istəyir ki, biz bütün ürəyimizlə, bütün düşüncəmizlə ona bağlı şəxslər olaq. Allahın yaxşılığı barəsində nəinki danışan, nəinki müqəddəs kitabı oxuyub və deyən ki, Allah necə də ecazkar işlər gördü, adları müqəddəs kitaba düşmüş insanların həyatında. O istəyir ki, eyni şəhadətə də biz malik olaq. Və biz də o şəhadətə qoşularaq deyək, Allah vəfalıdır. Allaha etibar edin. Mən Allaha etibar etdim və şəhadət edirəm, o vəfalı və yaxşıdır. Müqəddəs kitab səhifələrində müxtəlif zamanlarda, müxtəlif şəxslər tərəfindən Allah özünü aşkar edərək bu xəbəri bizə çatdırmaq istəyir və o xəbərdən cəmi bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm və baxın necə də Allah bizə olan münasibətini göstərir. Yeşaya Peyğəmbər vasitəsilə Allah bu xəbəri deyir, mən səninləyəm. Təsəvvür edirsiniz, o bunu çatdırmaq istəyir ki, qorxma, lərzəyə gəlmə, həyatında üzləşdiyin çətinliklərə görə qorxan insan olma, bir şey bil və bir şeydə dönməz ol, əmin ol, mən səninləyəm. Necə də bu sözləri eşitməyə ehtiyacımız var. Ona görə də hər gün müqəddəs kitaba müraciət edirik ki, o sözlərlə ürəyimizi dolduraq. Bizim ürəyimiz, bizim qəlbimiz yoxsul olmasın. Allahın sözünə görə zəngin olsun. Ürəyimiz dolsun Allahın kəlamı ilə və biz bilək, harda olsam belə, Rəbb Allah mənimlədir. Ona görə Zaburda Davud gör necə cəsarətli, gör necə sevincli sözlər deyir. Rəbb səninlədir. Rəbb sənin tərəfindədir. Və o belə deyir, bunu bilirəm. Zaburda bunu yazır. Təsəvvür edirsiniz, deyir, mən bunu bilirəm. Mən bunda əminəm. Allah mənim tərəfimdədir. Necə güclü sözlərdir. Və biz də o sözlərə şəhadət olaraq qoşulub deyirik. Mən bilirəm. Biz bilirik. Rəbb mənim tərəfimdədir. O mənimlədir. O məni büdrəməyə qoymayacaq. Əgər büdrəsəm belə, büdrüyüb yıxılsam belə, mənə yeni qüvvət verib ayağa qaldıran Allahımdır. O mənim tərəfimdədir. Yaradılışda Həcər, həyatının ən çətin anını yaşayanda, ölüm ilə üzləşəndə, Həcərin sözü necə inanılmazdır. O deyir, məni görən Allahı indi mən görmüş oldum. Necə maraqlı sözlərdir. O deyir ki, məni Allah görür və indi mən onu görmüş oldum. Mən onu tanımış oldum. Yahya 1-ci məktubunda bizə deyir, o səni eşidəndir. Necə vacib olan sözdür. O səni eşidəndir. Ona görə bu sözlər yazılıb. Cəsarətlə danışa bilirik. Biz dua edəndə biz sadəcə fikirləşmirik ki, görəsən eşidəcək, görəsən məni duyacaq, görəsən məni dinləmək üçün vaxtı var, biz cəsarətlə danışırıq. Biz dua edəndə cəsarətlə deyirik, çünki bilirik. O bizim duamızı eşidəndir. Haradan bizə bu cəsarət? Müqəddəs kitabda. Rəbb Allah müqəddəs kitab vasitəsilə istəyir ki, bizdə bu əminlik olsun. Biz ona müraciət edəndə biz bilək, o bizi eşidəndir. Və biz bilək ki, o nəinki bizi eşidəndir, o bizim qayğımıza qalandır. Petr məktubunda bunu yazır. Bütün qayğı yükünü ona ver. O sizin qayğınıza qalandır. Biz ona etibar etməyi, ona sığınmağı, ona güvənməyi öyrənirik. Çünki müqəddəs kitab bizə aydın deyir. Nəinki Allah dəstək verəndir, nəinki o bizim tərəfimizdədir, nəinki o bizim qayğımıza qalandır. O bizi sevən Allahdır. O bizi sevən Allahdır.
Ona görə Romalılar məktubunda hər birimizə vacib olan sözlər deyilir. Bilirik, əminik, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz İsa Məsihdə olan Allahın məhəbbətindən ayırmağa qadir olmayacaq. Gör necə Allah bizə münasibət göstərir. Bu Allahın bizə olan münasibətidir və bütün müqəddəs kitab bu münasibəti bizə göstərir ki, biz ona ümidimizi bağlayan olaq. Odur bizə mənəvi və ruhani dəstək verən. Odur bizi qüvvətləndirən, odur bizə şəfa verən, qoruyan və təyin edən. Səbr etməyi bizə öyrədən odur. Dönməz olmağı bizə başa salır. Cəsarətli və qüvvətli olmağın nəticəsini bizə öyrədir ki, biz də öz növbəmizdə bu şəhadətə malik olaq deyək. Rəbb vəfalıdır, Rəbb etibarlıdır. Mən Rəbbə güvənirəm. Bu günləri istəyərdim sizin ilə 139-cu zəbrə müraciət edək. Zəbur böyükdür, amma oradan bir neçə parçaları bərabər oxumaq istəyərdim və necə də dəyərli və qiymətli sözlərdir, hansılarını Davud Allaha ünvanlayır. Mən deyirəm, bizim üçün bu günləri çox yaxşı örnək və yaxşı nümunədir. Gəlin müraciət edək. Ya Rəbb, məni yoxlayaraq tanıdın. Oturuşumu, duruşumu özün bilirsən. Fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən. Nə yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən. Hər yandan məni əhatə etmisən. Öz əlini üzərimə qoymusan. Bu bilik əsrarəngizdir. Məndən yüksəkdir. Bunu dərk edə bilmirəm. Bu hissəni başlayanda o deyir, Rəbb məni sınadın. Biz bu sözlə rastlaşırıq. Davud burada demək istəyir ki, Allah məni dərindən araşdırdın. Sən məni tanıdın və nəticədə mən tam şəxsi və yaxın ünsiyyət vasitəsilə səni tanımış oldum. Davud bunu demək istəyir. Davud demək istəyir ki, mənim Allah haqqında biliklərim məndən öncə yaşayanların təcrübəsinə ancaq əsaslanmır. O deyir, mən şəxsən yaxın şəkildə Allahı tanımış oldum və deyir, o qədər Allaha bələd olmuşam ki, Allah mən yorulanda oturuşumu bilir. Mən taqətdən düşəndə, nə zaman taqətdən düşürəm, o bilir. Özümü necə apardığımı bilir. O mənim ürəyimdən xəbərdardır. Ürəyimdə yaşadıqlarım ona bəllidir. İnsanlar üçün gözə görsənməyən onun üçün aşkardır. O mənim Allahımdır. Nəinki etdiyim işləri, hamıdan gizli olan fikirlərimi o deyir, bilir. Getdiyim yolları, gecə yatdığım yuxunu belə sən bilirsən. Necə də Allah ilə şəxsi, yaxın münasibət quran, mənim dincliyimi və mənim yuxumu qoruyan sənsən o demək istəyir Zəburunda. Maraqlıdır, yox? Biz yatırıq, Rəbb bizi qoruyur. Ona görə Davud Zəburunda deyir ki, mən gecə yatarkən mənim daxilim məni öyrətməyə davam edir. Çünki mən Rəbbi tanıyıram. O deyir, bu bilik çox gözəldir, məndən yüksəkdir. Bunu dərk etmək mənim üçün qeyri-mümkündür. Çünki Allahın işləri çox ecazkardır. İstəyərdim davam edək, 7-ci, 14-cü Zəburlara baxaq. Gör necə də gözəl sözlər yazılıb burada. Hara gedim ki, ruhun orada olmasın? Hara qaçım ki, huzurunda olmayım? Əgər göylərə çıxsam, sən oradasan. Ölülər diyarında yatsam, sən oradasan. Qanad alıb gün doğana uçsam belə, dənizi keçib gün batana qonsam belə, sənin sağ əlin bələdçim olacaq. Sağ əlin məni qoruyacaq. Desəm də, qoy zülmət məni bürüsün, işıq batsın, ətrafım gecəyə dönsün. Sənin qarşında zülmət batar. Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin sən üçün nə fərqi var? Sən mənim daxili üzvlərimi yaratmısan. Mənə ana bətnində quruluş vermisən. Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan. Ona görə şükr edirəm. Nə qədər xariqəli işlər görmüsən. Bunu ürəkdən yaxşı dərk edirəm. Necə maraqlı sözlərdə. Mən istəyərdim bəlkə də
Bir dəqiqə sükutda dayanaq və özümüz bu ayələri oxuyaq. Necə də gözəl sözlərdir. Davud necə maraqlı söz deyir. Sən məni ecazkar yollarla yarattın. Bəzən həyatda üzləşdiyimiz o xoşa gəlməz vəziyyətlərə görə özümüzü o qədər lazımsız, dəyərsiz, nə bilim, eybəcər sayırıq, hə? Davud isə deyir, sən məni ecazkar yollarla yarattın. Əsrarəngiz yollarla, oyda, məni xüsusi yaratmışsan deyir. Bu sözləri Davud kişi olaraq deyirdi. Mən deyirəm, bu sözləri həm bacılarımız, həm qardaşlarımız deyir. Həm kişilərə, həm qadınlara yaraşan sözlərdir. Rəbb məni ecazkar yollarla yaradandır. Rəbb özəl və xüsusi məni yaratdı. Davudun zabırı necə maraqlıdır. Davud deyir ki, mən haraya getsəm, sən oradasan. O, Allahın üzündən qaçmaq istəmir. O, bizə bunu ünvanlayır və deyir ki, sən Allahın üzündən qaçma. Çünki haraya qaçmaq istəsən belə, o oradadır. Haraya sən istəmədən səni aparsalar, o orada səninlə olacaq. Sən harada olsan, o sənin yanında dayanacaq. Ona görə deyir, göy, yerin altı, şərq, qərb fərqi yoxdur sənin üçün. Mən harada olsam, haradan səni səsləsəm, sən mənim harayıma gələn Allahımsan. Necə də şəxsi münasibətdir. Necə də Davud üçün bu önəmli idi və Davud bu münasibətlə öyünür və tək demir ki, bu münasibəti ancaq mən Davudla qurur. O deyir, Allah bütün insanlarla eyni münasibət qurmaq istəyən Allahdır. O hər bir kəsi bu münasibətə çağırır və deyir ki, harada olduğuna görə narahat olma. Harada olduğuna görə narahat olma. Harada olsan belə məni çağır, mən orada sənin yanında olacağam. Yerin altında olsan belə, ümidsiz bir yerdə dayansan belə, mən orada sənin yanında duracağam. Əgər həyatda üzləşdiyin sənin üçün bir zülmət olacaq və bir işığın, bir çırağın yanmasını arzuluysansa, Davudun sözlərini xatırla. Allah üçün zülmətin, nurun nə fərqi? O həm zülmətdə dayanıb, həm nurda durub. Onu çağıranların köməyinə gələn Allahdır. Və biz deyirik, amin. Rəbbə güvənirəm, çünki o mənim köməyimə gələndir. Ondan qaçma, deyir Davud, ona güvən. Hara getsən, o səninlə olacaq. Əsas və vacib olan sual bundadır. Davud zaburlarında bunu dəfələrlə təkrarlayır. Mən bunu bilirəm. Biz bunu bilirik. Biz bunda adları müqəddəs kitaba düşmüş peyğəmbərlər, salih insanlar kimi fərqindəyik. Mən harada olsam, Allah mənimlədir. Məhz bu, həmin o insanlara cəsarət verirdi. Məhz bu insanları üzləşdiyi çətinliklərə baxmayaraq, kimlər üçünsə həyatın sonu olduğu yerdə, onları isə yenidən qüvvət alırdılar. Xatırlayın Yusifi. Xatırlayın Yusifi. Yusifin şəraitinə kim düşsəydi, o deyərdi, bu həyatımın sonudur. Qardaşlarım belə, doğma qardaşlarım belə mənə xəyanət etdilər. Yaxşılıq etmək istədiyim, əlimdən gəlib, vicdanla istədiyim şəxsin yoldaşı mənə şər atdı. Həyatın quyusundayam. İndi həyatın quyusundayam. Amma həyatın quyusunda olan Yusif, o da eyni şey deyirdi. Rəbb vəfalıdır, ona etibar et. Rəbb vəfalıdır, ona etibar et. Buna bənzər hadisə Danielin başına gəlmədi mi? Daniel haqqında oxuyub onunla fəxr edirik. Onun imanı bizim üçün nümunədir. Əsir aparıldı. Əsir aparıldı. Düşmən ərazisinə getirildi. İnsanların ümidi bitdiyi yerdə o ümidini Allahdan çəkmədi. Allaha güvənməyə davam etdi. Nəticəsini biz bilirik. Biz müqəddəs kitabda onun həyatının nəticəsindən xəbərimiz var. Onu şərlədilər. Rəbb o şərin içində onun yanında durdu. Yox. Onu şərləyib aslanlar quyusuna atdılar və biz oxuyuruq ki, orada olan Daniel deyir, mənim Allahım mələyini göndərdi, aslanların ağzını yumdu, sağam. Və biz də eyni cür
biz də eyni cür bu şəhadətə malik olaraq deyirik. Sənin sağ əlin mənim bələdçimdir. Sənin əlin məni qoruyandır. Qarşımda zülməti məndən qovandır. Dünyaya gəlməzdən əvvəl sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl mənə təyin etdiyin hər bir günü kitabına yazmısan. Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur. Onların sayı hesabı yoxdur. Saysaydım onları qum dənələrindən çox olardı. Oyananda yenə mən səninləyəm. Maraqlıdır. Mən yatanda səninləyəm. Mən oyananda və ilk fikirlərim sənin barəndədir. Oyananda da mən səninləyəm. Sənin barəndə fikirlərin qiyməti yoxdur. Sənin mənim barəmdə olan fikirlərin qiyməti yoxdur. Sənin üçün mən nə üçünsə çox dəyərli oldum. Sən Allah üçün dəyərlisən. Sən Allah üçün dəyərlisən və tək burada oturanları yox, bizi internetdə dinləyənlər, sən Allah üçün dəyərlisən. Allah hər bir insanı özü, özəl olaraq yaratmışdır. Və heç bir kəs bu dünyaya təsadüf nəticəsində gəlmədir. Hər bir kəsə can verən, külli ixtiyar olan Allahımızdır. Davud bunun fərqindəydi. Davud bunu anlayırdı və bunu anladığına görə Allaha olan münasibəti də onun soydaşlarından və həmyaşlarından fərqli idi. Və qoy sənin də Allaha olan münasibətin sənin soydaşlarına, həmyaşlarına fərqli olaraq Davudun nümunəsinə bənzər olsun. Bütün ürəyinlə ona güvən. Üzləşdiyin çətinliklərə görə büdrəyən olma. Gözünü Allaha tikib, ondan imdadı istəyən ol. Davamlı ol bunda. Davamlı ol bunda. Çünki Rəbb vəfalıdır və Rəbb etibarlıdır. Ona etibar et. Və etibar barəsində danışanda müqəddəs kitabda çoxlu, saysız nümunələr var. Bu nə isə mən sizinlə Hannanın nümunəsinə bölüşmək istəyirəm. Çünki Hannanın nümunəsi çox gözəldir. 1. Şamuelin kitabında yazılan bir qadının israbı. Bir qadının Allaha fəryadı. O qadının həyatında üzləşdiyi çətinlik və 1. Şamuelin məktubuna baxanda o qadın haqqında oxuyuruq ki, o sonsuz idi. Övladı yox idi. İllərdir gözləyirdi, Allaha dualarını edirdi, amma hələ də cavabsız qalmışdı. Onun həyat yoldaşı övlad arzusunda olduğuna görə ikinci nikahı özünə qurdu. Müqəddəs kitabda bu hadisə qeyd edilsə də, Allah belə nikahlara dəstək vermir. Xatırlayırsınız, İsa Məsihə bu barədə suallar vermişlər. Matta müjdəsi 19-cu fəsildə. İsa belə dedi, sizin ürəyinizin sərtliyinə görə bu şeylər baş verir. Sizin ürəyiniz sərtdir. O sərtlik Allaha inad edir. Başlanğıcda isə belə deyildi. Allah bir kişi və bir qadın yaratdı. Və bizim müzakirəmizin qəhrəmanı və müqəddəs kitabda iman nümunəsi olan Hannanın əri deyil. Hanna özüdür. Əri ikinci qadın aldığına baxmayaraq, o hələ də ümidini Allahdan kesmədi. Başqaları üçün artıq bu mümkün olmayan, illərdir keçən, həyatımda görmədiyi hadisələri deyən Hanna isə ürəkdən Allaha müraciət etməyə davam edirdi. Və çox maraqlıdır ki, 1-ci fəsil 6-cı ayədə yazılır ki, ona sataşırdılar sonsuz olduğuna görə. O da elə yazılıb, sataşıb xətrinə deyirdilər. Və bir son kim eləyirdi? Ərinin ikinci arvadı. Çox maraqlıdır. O ona sataşırdı. Hayda, yəqin onun sonsuz olduğunu üzünə vururdu. Hə? Çox belə acı sözlər var bizim lüğətdə də, hə? Qısır. Yəni, çox insanı incidə biləcəyi, insanın könlünü qıra biləcəyi sözlər var. Və yəqin ki, o qadın da o sözləri deməkdən davam edirdi. Hə? Qadın rəqabəti, hə? Dəhşətdir. İnsanı yerin altına salacaq. Kişilər isə biz onlardan da betər. Əl çəkmərik, insanı yerin içine soxana qədər. Amma çox maraqlıdır ki, bu sıxıntını yaşayan, bu çətinliyi görən Hannanın münasibəti necə idi? Və 10-cu ayə məhz onun münasibəti haqqında rastlaşırıq. Hanna ürək yarğısı ilə dua edərək acı-acı ağlayırdı. Maraqlıdır. Üzləşdiyi bu çətinlik.
xoşa gəlməz vəziyyət. Və müqəddəs kitabda yazılıb ki, Allah onun bətnini bağlamışdı. Belə yazılıb orada. Və o hardasa başa düşür ki, bu Allahdandır. Allah mənim bətnimi bağlayıb. Və arzuladığına əldə edə bilmədiyini və fikirləşir ki, bunu edən Allahdır. Allaha münasibəti necəsə dəyişilir. Və deyirəm, biz necə oluruq? Biz necə oluruq? Üzləşdiyimiz, gözləmədiyimiz vəziyyətlər. Onda necə oluruq? Nəyə görə insanlar böyük bir həvəs ilə, belə sanki bunu oturub da gözləyirlər, hər bir uğursuzluqda Allahı ittiham edən, Allahı günahlandıran, Allahdan küsən, Allaha naz edən dua etməyəcəm. Yoxdur Allah. Kimə pislik etdin sən? Ancaq özünə. Xana bu vəziyyətdə görünücü sözlər yazılıb, ürək yanğısı ilə dua edərək acı ağlayırdı Allah qarşısında. O göz yaşlarını Allahdan gizlətmirdi. Allahdan qaçmırdı. Allaha dualarını, fəryadını davamlı edirdi və çox maraqlıdır ki, onun dualarına baxanda orada şikayətlə rastlaşa bilmirik. Şikayət eləsin. Niyə məni yarattın? Niyə ana məni doğdun? Nə qədər biz bu sözlərdən eşidirik, insanlar deyirlər, kaş ki doğulmazdım. Özünün çarəsiz və ümidsiz saymırdı. Maraqlıdır. İllərdir o dua etməyə davam edirdi. Əgər özünü çarəsiz, ümidsiz bilsəydi, o Allaha dualarını dayandırardı. Amma dua etməyə davam edirdi. Taleyinin dəyişilməyini Allahdan gözləyirdi. Bilirdi ki, onun taleyini dəyişdirməyə qadir olan müraciət etdiyi Allahdır. Güvəndiyi Allahdır. Ona görə illərin və zamanın keçdiyinə baxmayaraq, ona edilən həqarətə rəğbən Allahın qarşısında dualarını davam edirdi. Biz nə edirik? Biz nə edirik? Biz də xoşa gəlməz vəziyyətlərdə Allaha dua edən, yoxsa ki, dualarını dayandırıb, küsmüşəm mövqedə, pozisiyasında belə deyəm, mən küstüm. 11-ci ayə. Rəbbə yalvararaq əhdini belə söylədi. Ey ordular Rəbbi, öz dərdli bəndənin vəziyyətini görürsən. Mən bəndəni unutmayıb bir oğul versən, oğlumun həyatını sənə həsr etmək üçün verər və qoymaram ki, onun başına ülküz dəysin. Maraqlı sözlərdir. Ey ordular Rəbbi deyərək ona müraciət edirdi. Ordular Rəbbi, hər şey sənin əlindədir. Bunu deyir. Hər şey sənin əlindədir. Sən külli ixtiyarsan, mənim vəziyyətimi dəyişdirməyə qadir olan sənsən. Hannanın duasında ifadə budur. Sən məni görürsən və vəziyyətim sənə məlumdur. Sən xəbərdarsan, duama cavab ver. Və çox maraqlıdır ki, o dua edəndə nə edəcəyini bilirdi. Artıq öz mövqeyində qərarlı idi. Səndən dilədiyim oğlu mənə ver, mən onu sənə qaytaracağam. Mən səndən oğul payı istəyirəm, övlad istəyirəm. Mənə o övladı ver və mən onu sənə qaytaracağam. Mən ona elə tərbiyə verəcəm ki, o sənə xidmət edən şəxs olsun. Mən ona elə böyüdəcəm ki, o sənin aşıqın olsun. Səni sevən və həyatını sənə həsr edən insan olsun. Başqa bir sözlə, arzuladığımı mənə versən, onu geri sənə qaytarıram. Nə qədər biz dualar edirik? Ya Rəbb, mənə yaxşı iş ver. Ya Rəbb, mənim evimi təmir etməyə mənə kömək et. Ya Rəbb, mənə həyat yoldaşı ver. Dua edirsən ki, mənə həyat yoldaşı ver və mən həyat yoldaşımla bərabər sənə xidmət edəcəm. Ya Rəbb, mənə yaxşı iş yeri ver. Ürəyim istəyən işlə məşğul olum. Biz həmin o işlə, Ya Rəbb, səni izzətləndirəcəm sözünü əlavə edirik, yoxsa əlavə etmirik. Ya Rəbb, mənim vəziyyətimi dəyişdir. Biz o vəziyyəti dəyişdirilməsini Allaha təslim edəcəksən. Ya Rəbb, xəstəyəm, mənə şəfa ver. Biz sağlamlığını Allaha verməyə hazırsan. Onun xidmət etmək yolunda onunla bərabər addımlamaq istəyirsən. Nə qədər insan var ki, Allaha öz arzularını deyir və Allahdan cavabını alan kimi unudur.
ona yaxşılıq edən Allah. Unudur, yadından çıxardır. Dəfələrlə belə şeylər rastlaşmışam, amma biri bu səhər yadıma düşdü. Bir nəfərin atası vərəmdən dünyasını dəyişdi. Günən ailəyə tez-tez gedib gəlirdik və o vərəm çöpləri sonra bütün ailə üzvlərini yoxladıq. Bir oğlunda aşkar edildi və həkim dedi ki, eyni xəstəlikdir, mütləq xəstəxanaya yatmalıdır. Əlbəttə ki, oğlan da qorxmuşdu, çünki atasını təzə dəfn eləmişik. Və həlim ölüm qorxusu da onda var. Və dedi ki, dua edək, Rəbb şəfa verəndir. Dua elədik, səhərsin xəstəxanaya getdi. Xəstəxanada həkim dedi, səndə heç nə yoxdur. O qayıtdı və maraqlı bir söz dedi. Deyəsən, həkim səhv diaqnoz vermişdi. Məndə heç nə yox idi. Dedim, biz qayıdıb Allaha desəydin, ya Rəbb, sənə şükür olsun. Hətta həkimin səhv diaqnozu idisə, şükür olsun ki, o səhvi üzə çıxartdım. Səhv müalicə almadım. Heç onu da demədi. Heç onu da demədi və nə qədər elə insanlar var ki, Allahdan xeyir, bərəkət alır, arzuladığı neyməti əldə edir, sonra isə Allahını unudur. Xannanın nümunəsi doğrudan da gözəldir. Oğlu mənə versən, ona sənin adamın kimi tərbiyə verəcəm. Ona görə biz uşaqlarımız üçün dua edirik və istəyirik ki, bizim övladlarımız bu tərbiyədə böyüsünlər. Allahı tanıyan oğullar və qızlar olsunlar. Ömürlərini Allahla yaşayan insanlar olsunlar. Rəbbə məxsus insan kimi olar. Allahdan tərbiyə alsınlar. O tərbiyəni kim verir? Biz verəcəyik. Haradan, Rəbdən öyrəndiklərimizi onlara izah etməklə. Bilirsiniz, burada Hanna Allahla şərt qoymur. Kimsə fikirləşə bilər ki, burada şərtdir. Əslində bu Hannanın Allahla bağladığı peymandır. Allahla bağladığı peymandır və bu peyman Hanna üçün çox önəmli idi. Onun ümidinin Allaha bağladığı imanın görsənən tərəfi idi. O bilirdi ki, o duasına cavab aldıqda o nə işlər görəcək. Övladına doğru, düzgün tərbiyə verəcək. Ona görə deyinmirdi. Ona görə gözləyirdi. Səbir ilə gözləyirdi. Kimi isə bir həftə gözləyir, kimi isə bir il gözləyir. Biz bilmirik Hanna neçə il gözləyirdi. Amma gözləməyə davam edirdi. Və bu gözləmə ərəfəsində Hannada çox maraqlı bir xüsusiyyət gördüm. Müqəddəs kitabda bu yazılıb. İstəyərdim onu da vurğulayım. Çünki onu vurğulamasam, Hanna haqqında natamam danışmış olacaq. Onun Allaha sığınması, güvənməsi çox nümunəlidir. Amma Rəbbə güvənən bir insan kimi davranması da var idi. Hanna dua edəndə onun duasını qıraqdan müşahidə edən Eli kahin dayanmışdı. Nə üçünsə Eli fikirləşdi ki, o içkilidir. Hardan onun ağlına bu söz gəldi? Niyə fikirləşdin ki, o içkilidir? Yəni, göz yaşını tökən ilə içkili insanın fərqində deyilsən, fərqləndirmədir. Amma məsələ Eli deyil. Eli ona acı söz deyir. Sən içkili, Allaha dua edirsən, burada mənim üçün vacib Hannanın ona cavabı idi. Ona dua edəndə, Allah qarşısında acısını bölüşəndə Eli bir kahin kimi gəlib onun duasına şərik olmalıydı. Ona dəstək verməliydi, bacarmadı. Amma Hannanın nümunəvi cavabına bir baxın. Hanna cavabında dedi, xeyr, ağam. Eşitdiniz nə dedi? Onun duasını kəsən, göz yaşlarını görüb, ey qadın içkilisən burada, bu sözü deyənə, qayıdıb deyir, mənim ağam. Sonra nə deyir? Mən nə şərab içmişəm, nə də başqa keyfləndirici içki. Könlü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin huzurunda ürəyimi boşaldıram. Necə həlim cavabdır? Necə həlim cavabdır? Allaha ümidini bəsləyən hər bir kəsə yaraşan cavab. Bunu da özümüzə ibrət götürək. Nəinki Hannanın Allaha ümidini bağlayıb, Allah ilə peyman bağlayan. Allah ilə peyman bağlayıb ümidini Allaha bağlayan bir şəxs kimi o həlim ömür yaşayırdı. Necə də gözəl sözlər deyir. Yox, ağam, səhv başa düşdüm.
Yoxsa ki, mənə deyirsən, görmürsən Allaha dua edirəm, duamı kəsmə. Etmədi, etmədi. Bəlkə bu da bizim üçün nümunədir. Bəlkə bunu da xanadan özümüzə bir ibrət götürək. Allaha aid olan insanlar kimi sözümüzü iti deyən olmayaq. İstifadə etdiyimiz sözlər ox kimi insanlara sancılmasın. Bizə 5 deyənə 15 deyib yerini 30 duranlardan olmayaq. Həlim davranan insan olaq. Niyə? Çünki Rəbbə güvənirik. Niyə? Çünki Rəbbin adına, özünə aid edən, Rəbbin adına güvənən insanlara yaraşanı edirik. Allah adamına yaraşan tərzdə davranırıq. Buna görə qoy sənin duan ürəkdən və səmimi olsun. Baxın Hannanın duası necə idi? Sadə və səmimi. Və qoy bizim dualarımız öyle olsun. Qoy bizim dualarımız əminliklə olsun. Allah mənim vəziyyətimi görür və bilir. Sən məni görürsən, Hanna deyir duasında. Qoy bizim dualarımız belə olsun. Nəinki Allah bir xəbərsən, xəbərin yoxdur başıma nə gəlir. Və bəzən də bu sözləri duada istifadə etməsək, şuur altı bu barədə düşünə bilərik. Sanki Allah bilmir mən nə ilə üzləşdim. O bilir, o görür. Hansı vəziyyətdən keçdiyindən asılı olmayaraq, indi nəyin yaşadığından asılı olmayaraq, Rəbb bunu bilir. Rəbb bunu bilir. Çünki o Rəbb Allah'dır. Özünü Rəbbə təslim edən insan o. Hanı bunu etdi. O tamamilə özünü lütf görsədən Allaha təslim etmişdir. O Allah'tan cavabını gözləyirdi və gözləməkdə dayanmamışdı. Eşidirsiniz? O davamlı dua edirdi. O davamlı dua edirdi. Cavab almayana qədər duasını kesmirdi. Cavabını almayana qədər duasını kesmirdi. Allah'a müraciəti, isteği, yalvarışı vardı. Rəbb mənə cavab ver. Və o Allah'a müraciət etdikdə də Allah'la bağladığı da peyman da ecazkabdır. Rəbb mənə verdiyini, səndən arzuladığımı sənə qaytaracağım. Mən səni şərəfləndirəcəm mənə verdiyin cavab ilə. Biz Allah'ı şərəfləndirməyə tələsirik, aldığımız cavabları ilə. Dualarımıza aldığımızı cavabı şəhadət olaraq bölüşürük. Allah'tan aldığımız xeyir niməti Allah'a həsr etməyə hazırıq. Tələsək, Hannada bunu nümunə olaraq götürək və Hanna kimi bu cür düşünən valideynlər olaq. Mənə verdiyini sənin tərbiyəndən böyüdəcəm. Mən həyat yoldaşı istəyirəm, onu elə edəcəm ki, onunla bərabər sənə xidmət edək. Dünyaya götürdüyümüz övladlar da sənin balaların olsun. O da necə dəyərlidir, necə də vacib və çox mühüm olan sözlərdir. Və çox maraqlıdır ki, bu həlim cavabı eşidən Elli ona xeyir dua verir və həmin o xeyir dualı sözləri alandan sonra isə baxın görünə baş verir. Hanna, təki bəndən sənin gözlərində lütf tapsın deyib, yoluna getdi və yemək yedi. Artıq çöhləsi kədərli deyildi. Kibir üstünə yazılır. Eyl ona xeyir dua verir, qoy sənin duana görə olsun. Və duasından qalxan Hanna artıq içində bir əminliyi var idi. Onun vəziyyəti dəyişilməmişdi. O dua etməmişdən əvvəl və duadan qalxandan sonra heç nə dəyişilmədi o müddət ərzində. Amma onun daxilində nəsə dəyişildi. Onun daxilində olan dəyişiklik onun həyatında olan dəyişikliklərə səbəb oldu. Və baxın, Rəbbə bağlanan ümid ilk əvvəl şəraiti deyil, insanın ürəyini dəyişdirir. İlk əvvəl bizim ürəyimiz dəyişilir. İlk əvvəl bizim münasibətimiz dəyişilir. İlk əvvəl bizim baxışlarımız dəyişilir və bu baxışların nəticəsində həyatımıza dəyişikliklər gəlir. Və bilirsiniz, hekayə burada bitmir. Və qeyd elədiyim kimi bir çox insanların həyatında hekayələr hələ orada da bitir. Onlar dua edirlər, hansısa bir rahatlıq hiss edirlər, artıq üzlərində qəm qüssə yoxdur, artıq hiss edirlər ki, Allah məni eşitdi, bəlkə kimsə də gəldi, dərdimə şərik oldu, biz bərabər dua etdik, bəlkə duasına cavab da aldı
və dərhal da unutmuş olurlar. Hannanın hekayəsi isə burada bitmədi. Hanna Allahdan neymət aldı. Allah onun duasına cavab verərək oğul verdi. Və 28-ci ayədə baxın Hanna nə edir. Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olmalıdır. Sonra uşaq orada Rəbbə səcdə etdi. Maraqlıdır, yox? Onun hekayəsi davam edir. Bizim hekayəmiz ancaq Allaha ehtiyaclarımızı bildirmək ilə bitmir. Biz Allaha sığınan, Allaha güvənən, Allaha etibar edən insanlarıq və biz bunu öyrənirik. Vəziyyətdən vəziyyətə değişkinlik olduğuna görə hər vəziyyətdə, hər düşdüyümüz vəziyyətdə Allaha etibar etməyi öyrənirik. Amma bununla da bizim hekayəmiz bitmir. Biz Rəbbə etibar edən və güvənən insanlar olduğumuza görə davranışımız da ona uyğun olmalıdır. Hərəkətlərimiz də buna uyğun olmalıdır. Həlim, Rəbbin sözü ilə ürəyini dolduran, Rəbbə güvəndiyinə görə özü dəyişilən insanlar olaq. Və bununla da hekayəmiz bitmir. Bizim hekayəmiz davam edir. Allah'tan cavab alandan sonra aldığımız cavabı Allah'a qaytarmaq ilə, Allah'a vermək ilə, Allah'ı şərəfləndirərək. Xatırlayırsınız, necə də bənzəyir İbrahim peyğəmbərin həyatı. Uzun illərdir Saradan oğul istəyirdi. Bərabər ər-arvad dua edirlər oğul üçün. Oğulu Allah verdi. Yeniyetmə dövründə Allah dedi, onu mənə qaytar. Bir anda tərəddüd etmədi. Bir anda tərəddüd etmədi. Sübh tezdən Allah ona dediyi ünvana gəldi ki, mənə Allah dediyini edəcəm. Bilirsiniz niyə? Çünki əmin idi. Əmin idi. Oğlu ölsə belə Allah onu dirildib onu qaytaracaq. Qoy bu əminlik bizdə olsun. Qoy bu əminlik üzləşdiyimiz çətinliklərdə, qarşı durmalarda, həyatımızda qoyulan bütün maneələrdə, divarlara qarşı bu olsun. Rəbb mənimlədir. Mən bunu bilirəm. Rəbb mənimlədir. O mənim yanımdadır, mənə dəstək verəndir. Hananın duasından biz götürə biləcəyimiz nümunələr bunlardadır. Çətinlikdə Rəbbə üzünü tut. Rəbdən qaçma. Çətinlikdə sənə xoşa gəlməz ağır vəziyyətdə özünü Rəbbə tut. Rəbbə güvən və təvazökar ol. Rəbbə güvən və təvazökar ol. Dua cavabından sonra əhdinə sadiq qal. Çünki o sadiq qalır. Allaha sadiq qal. Sənin həyatın Allah ilə münasibətlərdə ancaq mənə ver, aldım və getdim. Növbəti dəfə, növbəti ehtiyacım olanda Allaha üst tutacam. Hananın nümunəsidir, yox, sadiq qal. Minnətdarlığının ən qiymətlini Rəbbə həsr etmək ilə göstər. Dördüncü mövzu çox dəyərlidir, hə? Minnətdarlığını ən qiymətlisini Rəbbə həsr etmək ilə göstər. İstəyərdim ibadətimizin sonunda Hananın Allaha etdiyi sevinç duasını deyim. O övladını Allaha təqdim elədi, biz oxuduq və yazılıb ki, uşaq orada Rəbbə səcdə etdi. Anasından öyrəndi bunu. Ana övladına vacib olanı ötürdü. O külli ixtiyar olan Allahdır. Və çox maraqlıdır ki, həmin övlad illər keçəndən sonra Şamuel peyğəmbər olur. Şamuel peyğəmbər hansı ki Davudu padşahlığa təyin etdi. Rəbbin sözünü tərəfkeşlik etmədən aydın şəkildə insanlara bildirirdi. İnsanları Allah qarşısında sədaqətli ömür yaşamağa çağırırdı, çağırış verirdi. Çox ciddi, Allahı sevən, Allaha həsr olunmuş ürəyi var idi. Və mən deyərdim, Hannanın, Şamuelin bu cür insan olmasında böyük bir zəhmət oldu. Bilirsiniz niyə? Çünki onun iman nümunəsi Şamuelinə böyük bir təsiri göstərdi. Gəlin Hannanın son belə sevincli duasına biz də şərik olaq. Görüncə sözlər deyir. Hanna Rəbbə belə dua etdi. Rəbdə tapdığım sevincdən ürəyim coşa gəlir. Rəbb mənə böyük güc verir. Peki burada deyənə, xatırlatmaq istəyirəm ki,
Xana övladını Allaha verdi. İllərdir arzuladığını, əlində olanı verdi. Artıq onun deyil. İndi isə Allaha nəğmə oxuyur. Təsəvvür edirsiniz? Ne istəyirdisə, Allah ona verdi. İndi tamamilə Allaha həsr elədi. Həmin o 50 peyğəmbərin yanına, 50 kahinin yanına üzr istəyirəm getirir və deyir ki, istəyirəm ki, mənim oğlum, illərdir dua edib həsrətlə yolunu gözlədiyim oğlum sənin xidmətçin olsun. Onu yanına götürərsən, Eli götürdü. Elinin 2 oğlu olduğuna baxmayaraq, bunu ikinci oğul kimi öz evinə götürdü. Xana aralanır. Sadəcə bunu təsvir edir. Arzuladığını verir və aralanır. Gedir. Artıq evinə qaydanda oğlu o ilə bərabər qayıtmır. Arzuladığı, istədiyi, həsrətlə gözlədiyini verir və deyir. Rəbdə ürəyim sevinclə coşa gəlir. Necə maraqlı duadır. Düşmənlərimin önündə öyünürəm. Çünki sən məni qurtardığına görə sevinirəm. Rəbbə oxşar ikinci müqəddəs yoxdur. Ey Rəbb, yeganəsən sən. Allahımız kimi sığınacaq qaya yoxdur. Artıq qürurla danışmayın. Dilinizdən təkəbbürlü sözlər çıxmasın. Çünki Rəbb hər şey bilən Allahdır. Hər iş onun tərəfindən ölçülür. İgidlərin yayları qırılır, büdrəyənlər isə onun qüdrəti ilə qurşanır. Maraqlıdır. İgidlərin oxları, atdıqları qırıla bilər. Amma kimlər ki büdrüyürlər, Rəbdən yeni güc alırlar. Rəbb onları qüvvətləndirir. Xananın nümunəsi çox gözəldir. Xana ümidsiz vəziyyətində Rəbbə ümidlə dayandı, ümidini Rəbbə bağladı, Rəbdən cavab aldı və cavab aldıqdan sonra Allaha olan sədaqətini göstərdi. Bu bizə nə bəxş edir? Bu günləri biz Rəbbin bizə olan münasibətindən danışdıq. Mən sizinlə bölüşdüm. Allahın bizə olan gözəl münasibəti. Allahın bizə olan sədaqəti və sonsuz məhəbbəti və bu dünyada belə bir qüvvə yoxdur ki, Allahın bizə olan xoş münasibətini bizə qarşı dəyişdirsin. Yəni elə bir şəxs yoxdur ki, nə bu yer üzündə, nə də səmada gəlsin Allaha sənin barəndə pis söz desin və Allahın sənə münasibəti dəyişdirsin. Elə şəxs yoxdur. Təsəvvür edirsiniz? Əbədi olaraq deyir səni sevdim. Əbədi olaraq səni özümə bağladım. Allahın bu cür münasibəti qarşısında Xananın iman nümunəsini öyrəndik. O bizə nə bəxş edir? O bizə nə nümunə verir? Bəlkə biz Xana kimi ümidimizi üzləşdiyimiz vəziyyətdən asılı olmayaraq Rəbdən kəsməyək. Vəziyyət nə qədər acınacaqlı, nə qədər ümidsiz görsənsə belə, biz də Davud kimi deyək, bilirəm, sən mənimləsən. Mən bunu bilirəm, sən mənimləsən. Bilirəm ki, üzləşdiyimdən xəbərin var. Mən bunu bilirəm. Və bilirəm ki, buradan keçməyə mənə qüvvət verən də sənsən. Məni öz başına buraxmayacaqsan. Məni tərk etməyəcəksən. Mənim yanımda dayanacaqsan, mənə kömək edəcəksən. Mənsə bu yolu həlimlər kimi keçəcəm. Mülayimlərdən nümunə götürəcəm. Onlar kimi davranacam. Bəlkə belə deyə bilərək ki, Xanadan nümunə götürəcəm və onundan öyrənəcəm ki, Rəbb sənə sadiq qalım. Sən mənə verdiklərini, hər bir şey sənə həsr edəcəm. Gəlin bir nümunə götürək. Bölüşmək istədiyim də bu qədər idi. Və ümid edirəm ki, bölüşdüklərim hər bir hansısa vəziyyətdə üzləşsək, xoşumuza gəlməyən o vəziyyətdə olsa, Rəbbin sədaqətli işlərini nəinki görəcəyik, tanıyacağıq və biz deyəcəyik, bu Rəbbimin əlidir. Rəbb bunu mənə